Bu qısa videoda sizə süni intellekt vasitəsilə hazırladığınız web tətbiq yaxud da veb saytınızı necə internetdə deploy edə bilərsiniz, yəni necə internetdə istifadəsini aça bilərsiniz. Bundan bəhs edəcəm. Bunun üçün ilk növbədə GitHub saytından istifadə edəcəyik. Daha sonra Vercel-dən prosesə davam edəcəyik. GitHub nə üçündür və ümumiyyətlə nədir? GitHub bizim mobil tətbiqimizin yaxud web tətbiqimizin, saytımızın işləməsi üçün web sayt ümumiyyətlə bir çox komponentdən ibarət olur. Daxilində şəkillər, mətnlər və s. və bunların ayrıca faylları olur. Bu faylları paket şəklində yükləyə biləcəyimiz bir platformadır GitHub. GitHub-ı çox sadə bir tərifini dedim. Əlbəttə ki, başqa funksiyaları da var, amma bizim istifadə edəcəyimiz hal-hazırda sırf bu funksionallıqdır. Deməli, saytımızı mən Google Studio'da daha öncə hazırladığım bir sayt örnəyi üzərindən gedəcəm. Bu sayt şəkil yaxud PDF-lərdən mətn çıxara bilən bir saytdır. Skript əsasında mətnləri və yaxud da mətn çıxara bilir fayllardan, şəkil yaxud PDF və s. burada dəstəklədiyi fayllarda qeyd olunub. Bu sayt üzərindən gedəcəm. Google Studio, Lovable və kursor kimi və s. kimi platformalar hansı ki, süni intellekt əsasında sayt düzəldə bilir. Onların əksəriyyətində artıq öncədən GitHub ilə aralarında inteqrasiya var. Məsələn, burada Google Studio'da share düyməsinə klik etdiyimiz zaman bu inteqrasiya bu hissədə görürük. GitHub var. GitHub-a klik edirik. Bizə GitHub hesabımıza daxil olmağımıza icazə istəyir. Daxil olmaq üçün qeyd edirəm. Google hesabımı seçirəm. Və bu e-mail üzərində olmalıdır. İcazə istəyir. Hansı repozitoriya əlavə etməyimizi və s. icazə verdim. Belə, mən artıq GitHub hesabımı Google Studio daxilində aktivləşdirdim, açdım. İndi həmçində GitHub akkauntu haqqında qısaca bəhs edeyim. Qeydiyyatınız yoxdursa, qeydiyyatdan keçirsiniz buradan. Məndə qeydiyyat olduğu üçün yenidən qeydiyyat etmirəm və klik edib sadəcə daxil oldum. Burada hər hansı bir şey icra etməyinizə ilk növbədə ehtiyac yoxdur. Birbaşa qayıdırsınız saytın olduğu bölməyə. Buradan yenidən share deyirəm. GitHub-a klik edirəm. New repository name deyil mənə. Repository nədir? Repository faylların toplusu olan bir paketdir. Yəni saytımızın fayllarının olduğu toplu bir paket. Və mən bu paketə bir ad verirəm. Qovluq kimi yadınızda saxlaya bilərsiniz. Mətn çıxarma üçün sayt dedim. Burada açıqlama bölməsidir. Hər hansı bir açıqlama yaza bilərsiniz. Mən test deyirəm. Public dedim. Public olduğu zaman repozitoriyonun daxilinə girib insanlar, başqa proqramçılar və s. kodunu görə bilərlər. Bağlı dediyiniz zaman isə bu bağlı olur. Yalnız siz və icazə verdiyiniz insanlar görə biləcək. Mən public olaraq paylaşıram. Create Hub repository deyirəm. Create GitHub repository klik etdiyiniz zaman həmin repozitoriya GitHub-ın içində özü yaranacaq. Yəni buradakı fayllar, hansı ki saytın faylları var idi, faylların hamısı GitHub-a yerləşəcəkdir. Buradan ora köçürülmüş olacaqdır həmin o hazırladığınız qovluğun daxilinə. Deməli 13 fayl yerləşdirəcəkdir burada toplam. Commit klik edirəm. Commit o deməkdir ki, hamısını ora yönləndirək, GitHub-a yönləndirək. Və artıq yönləndirdik GitHub-a. Klik etdiyim zaman artıq GitHub-ın daxilində açılmalıdır həmin faylların olduğu bölmə. Bəli, fayllar artıq yükləndi və bura köçürüldü. Həmçinin əsas GitHub hesabıma da daxil olsam mən, daha öncə açdığım gördünüz, burada artıq faylı əlavə etdi. Sadəcə adında biraz da düzəlişlər etmək lazımdır böyük ehtimalla. İstəsəniz düzəliş edə bilərsiniz, istəsəniz saxlaya bilərsiniz. Mən orada başqa cür yazmışdım. Ə hərflərini yəqin ki tanımadı. Ona görə biraz da ə hərflərin olduğu yerlərə tire yazdı. Əslində diqqətsizliyimlə oldu bu. Belə. Deməli, repozitoriya artıq yüklənibdir və fayllar hamısı buradadır. Daha sonra nə edirəm? Daha sonra keçid edirəm Vercel saytına. Vercel hosting saytıdır. Saytlarımız internetdə işləyə bilməsi üçün onlar hər hansı bir yerdə saxlanılmalıdır.
Bunun bir neçə variantları var. Ya Vercel kimi, həmçinin də Netlify kimi Vercelin rəqibidir. Saytlar var ki, web tətbiqləri, mobil tətbiqləri və s. internetə deploy etmək üçün orada hosting edir. Yəni orada saxlayırıq. Həmçinin də öz serveriniz varsa, virtual server alıb virtual serverin üzərində saxlaya bilərsiniz. Əlbəttə ki, digər dediyim versiya biraz daha texniki iş tələb eləyir. Vercel və Netlify üzərindən daha asanlıqla bu prosesi icra etmək mümkündür. Vercel ilə Netlify arasındakı qısaca fərqi izah edim. Hər ikisində də ödənişsiz versiyada müəyyən qədər istifadə etmək mümkündür. Yəni Verceldə ümumiyyətlə hər hansı bir vaxt limiti olmadan ödənişsiz şəkildə sadə proyektləri saxlaya bilərsiniz. Sadəcə həmin saytınıza aylıq daxil olmaq üçün maksimum bir limit olacaq. Deməli, o dediyim limitlər əslində çox balaca limitlər deyil. Vercel Netlify-dan daha çox limit verir. Bunu da nəzərə almaq lazımdır. Qiymət olaraq əslində ödənişli versiyasına keçməyinizə, yəni sadə bir sayt üçün ehtiyac yoxdur. Hər ikisinin ödənişsiz versiyası yetəri qədər dözümlüdür, yaxşıdır. Sadəcə Vercelin limitləri biraz daha artıqdır və sürət baxımından saytınız Vercel üzərində olarsa daha sürətli işləmə ehtimalı var. Bəziləri Netlify istifadə edir, bəziləri Vercel istifadə edir. Biz Vercel üzərindən gedəcəyik, çünki Vercelin Netlify-dan daha professional yanaşma üçün uyğun olduğunu düşünürəm. Deməli, Vercel hesabımıza giriş edirik. Loginə klik edirəm. Burada da hesabınız yoxdursa, yenidən hesab yaradırsınız, qeydiyyatdan keçirsiniz. Mən sadəcə giriş edəcəm, çünki artıq qeydiyyatlı hesabım var. Deməli, daxil oluram. Daxil olduğum zaman əgər mən GitHub hesabı ilə açmış olsaydım Vercel hesabımı, birbaşa həmin GitHub-dakı fayllarım Vercelin içində görünəcəkdi. Mən bu hesabları ayrı-ayrı açdığıma görə buradan Add New Project deyirəm. Yəni indi etmək istədiyim GitHub-da olan faylı Vercelə köçürməkdir. Vercel ilə inteqrasiya etməkdir ki, Vercel həmin GitHub-da olan mənim saytımın fayllarını görsün və öz serverində yerləşdirsin. Deməli, bunun üçün Add New Project klik edirəm. Burada baxın, mənim GitHub hesabım əlaqəli olduğu üçün GitHub hesabımda olan repozitoriləri görür. Bu daha öncəki repozitorilərimdə hansı ki artıq import etmişəm. İndi bu yeni hansı ki sizlə paralel olaraq etdiyimiz proyekti bura import edəcəm. Import düyməsinə klik edirik. Burada hər hansı bir dəyişiklik etməyinizə ehtiyac yoxdur. Deploy düyməsinə klik edirsiniz. Deməli, deploy etdiyiniz zaman baxın, burada sayğac göstərir və müvafiq bütün faylların hamısını Vercel GitHub-dan çəkməyə başlayır. Deməli, tamamladı, artıq yüklədi. Saytın burada preview bölməsində görürsünüz ki, necə görünəcək. Continue to dashboard deyirəm. Burada artıq həmçinin də baxın, plugin add Vercel, continue to dashboard dedim. Belə, saytım artıq Verceldə paylaşıldı və uğurlu şəkildə paylaşılıbdır. Artıq saytımız bu link ilə daxil olaraq istifadə edə bilərik. Klik edirsiniz və sayt gördüyünüz kimi artıq açılır. Deməli, burada hal-hazırda saytın domain olaraq Vercelin bizə default olaraq özünün verdiyi bir sayt adları var. Bunda dəyişiklik etmək mümkündür. İstəsəniz hətta öz domaininizi də bağlaya bilərsiniz, əlaqələndirə bilərsiniz. Deməli, gəlin buradakı verdiyi bizə domain adını biraz da qısaltmağa çalışaq. Bunun üçün aşağıda Assigning Custom Domain düyməsinə klik etsəm, Manage düyməsinə klik etsəm, burada Vercelin mənə verdiyi öz bu default domainidir, hansı ki repozitorinin adından götürüb və birbaşa mənə sonu vercel.app ilə bitən saytın adını veribdir. Burada edit düyməsinə klik edirsiniz və burada müəyyən düzəlişlər edə bilərsiniz. Aydın məsələ ki, burada vercel.app qalmalıdır, çünki ödənişsiz şəkildə bizə verdiyi bir domain, yəni sayt adıdır. Buna görə də bu hissə qalmalıdır. Amma bura biraz da düzəliş edə bilərəm. Mətni çıxartma dedim.
və save edirəm. Remove all domain dedim. Niyə görə ki, öncəki domain deyil, öncəki sayt adı deyil, yalnız bu sayt adı işlək qalsın. Və mətn çıxarma burada slash site versel.app-ə klik etdiyiniz zaman artıq bunun saytın linki açılmış olacaqdır. Bu linki artıq başqaları ilə paylaşa bilərsiniz, özünüz istifadə edə bilərsiniz. Yəni tam işlək bir saytdır. Sadəcə versel.app ilə bitən saytdakı problem nədən ibarət olur? SEO axtarışlarında, yəni Google-da axtarış zamanı sonu versel.app ilə bitdiyi üçün axtarış sistemləri bunu optimizasiyasını zəif apara bilər. Çünki aydın məsələdir, ödənişsiz bir saytdır. İstəsəniz öncədən özünüzün domeyni də varsa əgər, həmin domeyni əlaqələndirə bilərsiniz versel hesabınızla. Bunun üçün yenə domainlər bölməsinə daxil olursunuz. At exciting deyirsiniz, mövcud bir saytınız varsa həmin saytı əlaqələndirirsiniz. Orada bir neçə konfiqurasiya daha var. Əgər maraqlı olarsa bildirərsiniz, bununla da bağlı bir video çəkərəm. Məndə artıq burada əlaqələndirilmiş bir domen olduğuna görə həmin domeni də bağlaya bilərəm, yaxud da ki, elə versel üzərindən istifadə edə bilərsiniz. Yəni demək istədiyim, əgər saytı sırf özünüz istifadə edəcəksinizsə, saytdan gəlir əldə etmək kimi bir məqsədiniz yoxdursa, Webselin verdiyi bu link üzərindən istifadə edə bilərsiniz. Yəni hər hansı bir domen almaq istəsəniz, az ilə bitən domenləri online.az saytından əldə edə bilərsiniz. Com ilə bitən domenlər isə bir çox saytlar var. Name.com və s. kimi domen yazsanız yetərlidir. Yəni Google-da birbaşa domen alış saytlarını çıxış etmiş olacaqsınız. Belə, ümid edirəm ki, faydalı oldu. Yoxlasanız və çətinlik olarsa bildirə bilərsiniz. Sağ olun.